Bismillahirrahmanirrahim. Aziz dostlar, gündəmdə bir daha həmbərgər öyrədir o. Bu peysimizdə baxasınız. Bu həmbərgər ətdir, soğandır, bir də felfeldir, 4 növ, qərə bibərdir. Ondan sonra qırmızı bibərdir, sarı köfdür, duzdur, vurmuşuq. İndi bunu mən bu gün bunu saxlamışam, əlbət, amadə eləmişik. Bu elə həman qabaqçı səpkidə 1 kilo ət alacaqsınız, 350 gram. Soğan vuracaqsınız, qoyacaqsınız. Bir gündən bu qalacaq yaxçılda. Ondan sonra gətirəcəksiniz, yağ qoyacaqsınız, qəşəng burada bəğələ. Başlayacaqsınız, səlqə ilə kotletlərinizi vurasınız. Düzü açacaq, su vuracaqsınız. Yox. Qəşəng. Bu həmən kotletdir. İndi azı ət kotletidir. Həmbərgərin eyni həmbərgərdir. Həmbərgərin özündən də yeməli olacaq. Qəşəng. Bu halətdə vuracaqsınız. Həmbərgərdir bu özü. Qəşəng. Beytdən qəzadır. Evdə əzizlərinizlə cürgəyəcəksiniz. Bir dəqiqə çəkməyə gördünüz. Beytlərin keyfiyyatı vardır. Xalis ətdir. Edəmlər evdə bu təhliyə eləyəsiniz ki, eşin. Yiydibi qəzalan yeməyəsiniz. Gördünüz, müşahidə edirsiniz. Özü də rahatdır. Elə bu qəzacı doğrultdunuz, hududən. Bir ruh qoyacaqsınız. Qəşəng qalacaq, pişəcək. Aramda qoyacaqsınız əlbət qazıyı. Yaxşı. Bax, bütün qapak qoyacaqsınız. Tərdim tamam qəza yiyənlərə. O bunu saxla. Bəzən 20 dəqiqə bir ruh pişdi qəzamını. Qazı qəşəng bağlayacaq. Ondan sonra sandviçlərimizi dolduracağıq. İyice de başlasınız, bu yağından vurasınız. Yok tamam, xoşməzə eləsin. Bütün elə əslişə elə bunu öz yağıdır. Əlbət bu 2 nəfərdə sandviçlərdə bizim bir qonağımız var. Bir dənə buna izafələr ediyoruz. Ondan sonra xiyaşordağımızı biz üstüne düzəldirik. Dostlar, yeriz boşamımızı, pomidorlarımızı vuracağıq. Oldu beytlərin həmbərgər. Həm özün gövümü də vuracağım qəşəng, gövümüzü. Həmi oldu beytlərin qəza. Eşitdiyin qəzasından 1000 mərtəbə yaxşı. Bilirsiniz, nə mənə yiyirsiniz, nə mənə də yediyiz. Gördünüz dostlar. Heç 20 dəqiqə çəkmə, bax 3 daha sandviçin cüləmə. Gördünüz əzizlər. Və hələ ki eşitə fəlsəfi qəzalar alasınız, bilmişsiniz nə mənədir, nə mənə qatırlar. Bu xalis ətdir. Yox. Tərdim tamamı beytlərin qəza yiyənlərə. Yeriz bu, tamamı əzizlərimizin yeri bu.